videoda çox dadlı və faydalı olan ördək ətindən danışacağam. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Ördək əti quş ətləri arasında ən çox yeyilən ətlərdəndir. Ördək ətinin tərkibində olanlar kişilərdə impotensiyanın aradan qalxmasına səbəb olur. Ördək ətinin yağlılığı toyuq və hind quşunun yağlılığından bir neçə dəfə çoxdur. Bu səbəbdən də o dietik qida hesab edilmir. Ördək əti yemək orqanizm üçün çox faydalıdır. Onun tərkibində çoxlu vitaminlər, makro və mikro elementlər var. Tərkibində olan natrium, kalium, kalsium, dəmir, B qrupu və A vitaminləri fol turşusu orqanizm üçün çox faydalıdır. Ördək əti zülal və amin turşularla zəngindir. Bunların qarışımı cinsi zəifliyin aradan qalxmasına yardım edir. Tərkibi omega-3 və omega-6 yağlarının tərkibinə çox yaxındır. Ördək yağı orqanizmi kanserogen maddələrdən qoruyur. Ördək yağında olan fermentlər orqanizmə antiaterogen təsir edir. Dərini gözəlləşdirir və cinsi həvəsi artırır. Ev ördəkləri daha yaxşı bəsləndikləri üçün əti daha yağlı və dadlı olur. İnsana çoxlu qida verir, kökəlmək istəyənləri arzusuna çatdırır. Böyrəkləri piyləndirir. Əsas faydalarından biri də mədəni təmizləməsidir. Həmçinin qazları dəf edir. Qatı və keyfiyyətli qan yaradır. Ördəyin piyi bədənə istilik verərək bədəni yumşaldır. Qızılcaya döşdə və bədəndə olan müxtəlif şişləri azaldır. Bunun üçün ördək yağını paxla, unu ilə qarışdırılıb istifadə edilir. Ördək ətinin zərərləri varmı? Bəli. Allergiyaya meyilli xəstələrə ördək əti yeyərkən diqqətli olmaları tövsiyə edilir. Bu allergiyanın əlamətlərini artıra və kəskinləşdirə bilər. Ördək əti yağlı olduğuna görə tərkibində çoxlu xolesterin var. Bu da qanın damarlarda toplanmasına səbəb olur. Bundan başqa ördək əti gec həzm olunur. Mədə, bağırsaq və həzm sistemi pozğunluqları olanlara da ördək əti yemək məsləhət görülmür. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub şərh yazmağı unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.